Salam əziz dostlar. Bugünkü video 1603-1612-ci illərdə baş vermiş Səfəvi-Osmanlı müharibəsi haqqındadır. Ən birinci Səfəvilərlə Osmanlılar arasında müharibə 16-cı əsrdə 1514-1555-ci illərdə 41 il davam edən müharibədir, böyük müharibədir, hansı ki, bu müharibədə 100 minlərlə hər iki tərəfdən döyüşdə iştirak edirdi. Bu müharibədə Səfəvilər bir çox əraziləri itirdilər. Məsələn, Şah İsmailin hakimiyyəti dövründə Diyarbəkir, Ərzincan, bir də İraqda şimal Mosul vilayəti idi. Şah Təhmasibin hakimiyyəti dövründə Ərzurum vilayəti Şərq Anadolu, bir də bütün İraq ərazisi Osmanlı tərəfindən işğal olunmuşdu. Şah Məhəmməd Xudavəndin hakimiyyəti dövründə bütün Azərbaycan, Şərqi Gürcüstan, bir də Luristan vilayətinin bir hissəsi Osmanlı tərəfindən işğal olunmuşdu. Ümumiyyətlə, nə üçün 1603-cü ildə Şah 1-ci Abbas Osmanlı türklərə qarşı müharibəyə başladı? Bu ili uyğun gördü. Çünki 1578-ci ildə fikir versəz, 1578-90-cı illərdə türklər həm Səfəvilərlə müharibə eləmişdi, həm həmin illərdə Mərakeş, Portuqal və İspaniya krallıqlarla müharibə eləmişdi. Bundan sonra 1590-cı ildən etibarən, hansı ki 13 ildən artıq davam edən Avstriya ilə müharibəyə başlamışdı. Demək olar ki, ardıcıl Osmanlı İmperiyası 1578-ci ildən bəri Avropada və Asiyada müharibələr edir, çox qüvvə itirmişdi. Üstəlik 1603-cü ildə Osmanlı İmperiyası arasında Cəlali üsyanı, geniş Cəlilər hərəkatı, hansı ki Koroğlu da bu xalq qəhrəmanı bu hərəkatın bir rəhbərlərdən biri idi, 60 rəhbərlərdən biri idi. Cəlilər hərəkatı baş verir Osmanlı İmperiyası arasında. Ən uyğun vaxt bu il 1603-cü ildə Şah 1-ci Abbas, hansı ki həm qeyd edilir ki, Azərbaycanı Osmanlıdan geri almaq, azad etmək onun ən böyük arzularından biri olub. 1603-cü ildə dövləti, ordunu qüvvətlənən Şah 1-ci Abbas Osmanlılara qarşı müharibəyə başladı. Müharibə necə başladı? 1603-cü ildə təxminən Səlmas yaxınında Cənubi Azərbaycana qiyam olur. Təbriz hakimi üsyanı yatırmağa gedir. Bundan istifadə edən Şah Abbas qəflən kiçik bir qüvvə ilə, bir neçə minlik nəfəri dəstəklə Təbrizi Osmanlıların geri alır. Döyüşsüz alır. Hansı ki, oranı mühasirə etsəydi, böyük itkilər verə bilərdi Səfəvi ordusu. Bu yürüşə Şah Abbas güya ki Mazandıranda ova çıxır, belə xəbəri yaymışdı. Yəni, qəflən türklərin xəbəri olmasın. Üsyanı yatırıb geri qayıdan Osmanlı qoşunu, 5 minlik Osmanlı qoşunu ilə Şah Abbasın 5-6 min nəfər qüvvəsi qarşılaşır. Hacı Hərami yaxınlığında, Təbriz yaxınında. Bu döyüşdə Osmanlı paşaları, Əli Paşa əsir düşür, Xəlil Paşa öldürülür, bir də Mahmud Paşa öldürülür. Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini qazanır. Ümumiyyətlə, bu müharibə başqa o birisi müharibələr nə ilə fərqlənir? Bu müharibədə Səfəvilər ancaq qalib gəlir, nadir halda məğlub oldu. 90% hardasa, ümumiyyətlə Şah Abbasın hakimiyyəti dövründə Osmanlılarla 70-dən artıq döyüş olub ki, bunun 90%-ində Səfəvilər qalib gəlib. Həddən artıq Səfəvi ordusu güclənmişdi. Osmanlı ordusu da həddən artıq zəifləmişdi əvvəlki illərə nisbətən. Ümumiyyətlə, Osmanlı ordusunun çöküşü Osmanlı İmperiyasının 1566-cı ildə Sultan Süleymanın ölümündən sonra başlamışdı. Düzdür, Sultan Süleyman ölümündən sonra Osmanlılar Tunisi almışdılar, bəzi uğurlar olsa da, amma çöküş o vaxtdan başladı. Bunu bir çox, hətta o sir türk tarixçiləri olsun, sir qərb tarixçiləri olsun, buna bildirirlər ki, 16-cı əsrin axırından Osmanlı İmperiyasının çöküşü başlayır, ordu zəifliyib. Çünki Avropada ordu silaha böyük üstünlük verir, süvarilər azaldılar, cəngavərlər ləğv edilir, ordu silaha böyük üstünlük verirdi, amma türklərdə əksinə idi, hətta böyük süvari ordusu, türklərin zərbər qüvvəsi süvari ordusu olub. 1603-cü ildə Təbriz qalası döyüşsüz alınır Şah Abbas tərəfindən sonra, amma yenə də İrəvan yaxınlığında Sərdar Mahmud Çeşməgəzəki
məğlub olur. Kiçik bir dəstə ilə Osmanlı qoşununa məğlub olur. Ara sıra bu müharibədə Səfəvilər məğlub olublar. Sonra həmin ildə Naxçıvan qalası döyüşsüz alınır Zülfüqar xan Səfəvi əmiri tərəfindən. 1603-cü ildə Şah Abbas böyük qoşunla İrəvanı mühasirə alır. İrəvan o dövrdə 3 qaladan ibarət idi. Ətiq qalası, Gözcü qalası, bir də ki Yeni qala. Bu 3 qala arasında təxminən 1-2 kilometr məsafə var idi. Ətiq qalasını Naxçıvan və İrəvan hakimi Şərif Paşa, bir də Mehmet Paşa bu qaladakı qarnizona komandanlıq edirdi. Əmir Günəxan Qaca Səfəvi əmir Ətiq qalasını mühasirə almışdı. Zülfüqar xan da Gözcü qalasını. Ümumiyyətlə bu mühasirə, bu yürüşdə Şah Abbas özü başçılıq edirdi. Şah Abbasın cəmi 10-cu yürüşü idi bu 1603-cü ildə İrəvanın mühasirəsi. Uzun döyüşdə, bu döyüşdən sonra İrəvan bu 3 qala alınır. 12 minlik təxminən 12 minlik Osmanlı qarnizonunun bir hissəsi qırıldı, bir hissəsi təslim oldu. Yəni kapitulasiya oldu, çıxıb getdilər. 2000-dən artıq təkcə Yeni qala alınarkən 2000-dən artıq türk öldürüldü. Bu yürüşdə hansı Səfəvi əmirləri iştirak edirdi? Allahverdi xan Fars hakimi, Həsən xan Ustazlı Həmədan hakimi, Hüseyin xan Luristan hakimi, Mustafa bəy Mahmudi Mavqo hakimi, Qərçiqay bəy, Şeyx Heydər, bu döyüşlərin birində öldürülür. Şeyx Heydər Mokri, Topçubaşı Bərxudar bəy, Həsən xan Ustazlı Həmədan hakimi, Maqsud bəy Nazir, Məhəmməd Tağı bəy, Təbriz tüfəngçilərinin minbarçısı, Əmir Günəxan, İrəvanın yeni hakimi, Əmir Günəxan Qaca, güclü sərkərdə idi, Qacalardan güclü əmirlər çıxırdı. Çox qələbələr olmuşdu Osmanlı üzərində, gələcəkdə görəsiniz sonra. Qəmbər bəy Silahlar başı, göz böyüklü idi tayfasından idi. Sonra Bəstam ağa. Ümumiyyətlə, nəinki İrəvan bir çox qalalar türklərdən alınır. Ən çox Səfəvi hökmdarlarının içində məhz Şah 1-ci Abbasın hakimiyyəti dövründə ən çox qala alınıb. Bunu bir çoxları bilmir. 90-a yaxın istəyir Xorasanda özbəklərlə müharibəsi, türklərlə müharibə 90-a yaxın qala fəth olunur ki, bunun 60-ı döyüşlə alınmışdı, 30-u döyüşsüz alınmışdı. Müqayisə üçün deyim ki, təxminən 28 qala Şah 1-ci İsmailin hakimiyyəti dövründə alınıb, 40-a yaxın qala Şah 1-ci Təhmasibin hakimiyyəti dövründə. İrəvan döyüşlərindən sonra Bağdad yaxınında 1603-cü ildə bir döyüş olur. 12 minlik Səfəvi ordusu Allahverdi xan Fars hakimi, Həsən xan Ustazı Həmədan hakimi, bir də Hüseyin xan Luristan hakimi başçılığı ilə Bağdad hakimi Uzun Əhmədin ordusunu məğlub edər. Bağdad yaxınlığında Şah Abbas türklərin nəzərini yönətmək istəyirdi Bağdad tərəfə. İstəmirdi, böyük ordu, türklər böyük ordu göndərsin İrəvana. Sonra 1603-cü ildə Osmanlı Səfəvi dəstəsinin bir məğlubiyyəti olmuşdu. 400-500 nəfərli Səfəvi dəstəsi Qozlusay, Qarabağda Qozlusay adlı yerdə Davud Paşa Qarabağ bəylər bəyinin 7000-lik qoşuna məğlub olmuşdu. Bu Osmanlı Səfəvi dəstəsi Qacarlar, Tərəkəmə və 32 tayfasından ibarət idi. Səfəviləri Hüseyin xan Müsahib Qacar, Rüstəm Sultan su gələn başçılıq edirdi. Bu axırıncı yaralanıb əsir düşmüşdü bu döyüşdə. Kiçik bir qüvvə olduğu üçün Səfəvilər məğlub olmuşdu. Amma bundan sonra Allahqulu bəy Qacarın rəhbərliyi ilə 15 mini Səfəvi ordusu Gəncə yaxınlığında türkləri məğlub edirlər. Həmin ildə Kölhər fəth edilib, bu vilayət Bağdad Sancaq bəyinə tabe edilib. Sonra Həmədan yaxınlığında 1603-cü ildə bir qələbəsi də var. Səfəvilərin Qasım Sultan İmanlı Əfşar, Şah Əli Sultan Xudabəndəli Hərseyn hakimi və Hüseyin Sultan Luristan hakimi 3000-lik qoşunla Uzun Əhməd Bağdad hakiminin 10 minlik qoşununa ordusunu məğlub edirlər. Uzun Əhməd əsir düşür Səfəvilərə. Səfəvi qoşunu Əfşarlar, Lurlardan ibarət idi. Osmanlı ordusu türklərdən, Lurlardan və Kürdlərdən ibarət idi. Sonra həmin ildə Şuragil qalası İsfahan tüfəngçilərinin cümlədən alınır Çıxır Səddə. Sonra 1605-ci ildə
Əlincik qalası Əmir Günə xan Qacar tərəfindən fəth edilir Naxçıvanda. Məhəmməd Təkəli qala komendanı idi. Sonra 1605-ci ildə Mərəd yaxınlığında Cəmşid Sultan Dümbili Mərəd hakimi, hansı Kürd idi, Mustafa Paşa Süleyman bəy Mahmudinin başçılıq elədiyi Osmanlı qoşununa məğlub edirlər. Böyük dəstə döyüldü, Səfəvi dəstəsi. Nadir hallarda da olsa məğlub olurdu Səfəvidə, fikir verdiyiniz kimi. Türk ordusu türklərdən bir də Mahmud Kürdlərindən ibarət idi. Cəmşid Sultan Dümbili idi Mərəd hakimi. Ümumiyyətlə bu xanlıqlar dövründə hansı ki, məsələn, Xoy xanları Dümbili Kürd tayfası idarə edirdi. Məsələn, İrəvanla Qarabağ Qacarlar, məsələn, sonra Urmiya, Təbriz, Zəncan da hansı əfşarlar buranı idarə edir. Qarabağ xanlıqlar dövründə hansı xanlıq, hansı tayfa, hansı xanlığa idarə edirsə, bunlar bu 235 il ərzində Səfəvi dövlətinin hakimiyyəti dövründə onlar orada hakim olmuşlar. Ona görə xanlıqlar dövründə sadəcə müstəqillərini elan etmişdi. Belə bir şərait yaranmışdı. Uzun illər onlar orada köç salmışlar, oranı idarə eləmişlər. Sonra 1605-ci ildə Şahmar xan Şəki hakimi Qəbələ yaxınlığında Məhəmməd Əmin Paşa Qəbələ hakiminin qüvvələrini məğlub edir, özünü öldürür. Türk paşası öldür bu döyüşdə. Sonra həmin ildə Qəbələ qalası fəth edilir Səfəvi qoşunu tərəfindən. Sonra 1605-ci ildə Ağsun yaxınlığında Küstəndil xan başçılıq elədiyi, hansı ki, İslamı qəbul etmiş Gürcü idi, başçılıq elədiyi Səfəvi ordusu, Gürcü və Qızılbaşlardan ibarət olan 10 minlik Səfəvi ordusu Mahmud Paşa, hansı ki, Şirvan bəylərbəyidir, ordusunu məğlub edirlər. 2000 türk öldürür bu döyüşdə, amma Şamaxını almaq müəssər olmur Səfəvi ordusuna həmin ildə hələlik. 1605-ci ildə Van yaxınında Vanın yarım fərsəxliyində Allahverdi xan Fars hakimi Gürcü sərkərdə idi. Bu da Gürcü idi. Bir çox qulamlar, bir çox Gürcü sərkərdələri hakim idi Səfəvi əyalətlərində. Fars hakimi Allahverdi xan İslamı qəbul etmiş başqa bir Gürcü idi. Türk qoşuna məğlub edir. 2000 türk bu döyüşdə də qırılır. Sonra həmin ildə Van yaxınlığında, Vanın altı fərsəxliyində Qərçiqay bəy, bu da Gürcü idi, İslamı qəbul etmiş. Türk qoşunu, 2000 türk qoşuna məğlub edir. Məhəmməd Paşanın başçılığı idi, hansı yaralanır, öldürülür bu döyüşdə. Sonra Van yaxınlığında həmin ildə bir döyüşdə Səfəvilər qələbə çalırlar. Sonra Van qalası mühasirə alınır, amma geri çəkilir Səfəv ordusu. Vanda 10-15 minlik Cığaloğlu'nun başçılıq elədiyi türk var idi, türk qoşunu. Cığaloğlu qaçır. Hansı ki, sonradan Sofyan döyüşündə məsələn Osmanlı ordusuna bu sərkərdə İslamı qəbul etmiş Frenci idi, Səfəvi tarixçisi Avropalı qaçır. 1605-ci ildə Malko qalası alınır Səfəvilər tərəfdən. Səfəvi qoşunları Qaradağlı bir də müqəddəm tayfalarından ibarət idi. Müqəddəmlər Sərəb hakimidir xanlıqlar dövründə. Malkonu Mahmudi Kürdləri qoruyurdu. Mustafa bəyin başçılığı Malko hakimi. 1605-ci ildə Malko yaxınlığında, Miyankuh yaxınlığında Kürdlər qaçırlar, Şah Abbas özü onlara qarşı çıxmışdır. Nəhayət 1605-ci ildə Sufyan yaxınlığında əsas böyük döyüş olur Osmanlı ordusu ilə Səfəvi ordusu arasında. Bu nəinki Şah Abbasın ən böyük döyüşü idi. Ümumiyyətlə bu son bir əsrdə ən qanlı, ən böyük qələbə idi Osmanlı ordusu üzərində. Təsəvvür edin, buna kimi dəfələrlə Səfəvilər Osmanlı ordusunu məğlub eləsəydilər, amma bu boyda böyük ordunu məğlub etməmişdilər. Ən böyük qələbə 35 minlik Şah Məhəmməd Xudavəndin dövründə 35 minlik Osmanlı ordusu üzərində idi. Amma bu döyüşdə 3 dəfə çoxdur, 100 minlik Osmanlı ordusu məğlub edildi. Osmanlı ordusunda türklərlə yaşı Mahmudi, Behesti, bir də Çekari türkləri də var idi bu döyüşdə. Şah Abbas 12-ci yürüşü idi bu Sufyan döyüşü. Səfəvi ordusu kimlər rəhbər başçılıq edirdi? Allahverdi xan, Fars hakimi, Zülfüqar xan, Azərbaycan bəylərbəyi, yəni Təbriz bəylərbəyi, Gəncəli xan, Kirman hakimi, Mir Müqəddəm, Əmir Günə xan Qacar, İrəvan hakimi, Qəmbər bəy, Gözböyüklü, Səlihdarı Ustaclı, Qərçiqay bəy, Əliqulu xan, Divan bəy başı Şamlı, Allahqulu bəy Qoçubaşı Qacar, Məhəmməd bəy Biqdeli Şamlı. Osmanlı ordusuna komandanı Cığaloğlu idi. Bu nə qədər fikir verir, nə qədər türklər
türk paşaları, əmirləri bu döyüşdə öldürüldü. Fikir verin. Mir Şərəf Kürd Cəzirə hakimi idi. Sonra Kosa Səfər Ərzurum bəylərbəyi öldürüldü bu döyüşdə. Osman Paşa Şam bəylərbəyi öldürüldü bu döyüşdə. Başqa öldürənlər Əli Paşa Zəncirqıran, Rəziyə xanın oğlu və ikinci vəziri idi. Əsir alındı bu döyüşdə. Vəzir Əzəm Mustafa Paşa əsir alındı. Şir Əhməd Paşa əsir alındı, Qars vəziri. Qazi xanın qardaşı Qorçu xan əsir alındı Kürd. Cəmi bu döyüşdə Səfəvi tarixçisi İskəndər bəy Münşi Türkmen yazır ki, həmin illərdə yaşamış. 60-70 paşa və əmir öldürüldü və ya əsirə edildi bu döyüşdə. Sufyan döyüşü. 1606-cı ildə Gəncə qalası Şah Abbas tərəfindən mühasirəyə alınır və Məhəmməd Gəncə qalası təslim olunur. Gəncə qarnizonu hardasa 10 minlik Osmanlı qoşunu ibarət. Məhəmməd Paşa əslən Təbrizli idi, əsir düşür, öldürülür. Gəncə azad edilir Şah Abbas tərəfindən. Bunu Gəncə azad ediləndən sonra Gürcüstanda olan Lori, Tumanus və Tiflis qalaları döyüşsüz təslim olunur. Lorini Məhəmməd Paşa Qazaqlar Loriyə hakimi idi, itaətini bilir Şah Abbas. Sonra Tiflisi Əbdüllətif Paşa komandarlıq edirdi Tiflis qarnizonuna, hansı ki itaətini bilir. Bir çox türklər hətta o Şah Abbası itaətini bilir, ona xidmət eləməyi üstün tutublar. Osmanlı öz ölkələrinə qayıtmaqdan çox. Sonra 1606-cı ildə Şamaxı qalası mühasirə alınır. Böyük döyüşlər olur. 3 ay yaxın döyüş olur. Şama 2-3 min türk qırılır bu döyüşdə. Bütün o əmirlər, hansı ki Sofyan döyüşündə bir çox əmirlər bu döyüşdə də iştirak edir. Şah Abbasın 14-cü yürüşüdür. Şamaxı qarnizonu Əhməd Paşa, Şəmsəddin Paşa, bir də Kiçik Həsən başçılıq edirdi. Şamaxı qalası azad edilir Səfəvi ordusu tərəfindən. Böyük döyüşlər oldu, çətin etdi. 1606 həmin ildə Dərbənd qalası o Səfəvi ordusu tərəfindən azad edilir. Dərbənd qarnizonu Həsən Paşa Kərəz hansı itaətini bildirir. Sonra bu yürüşdə, bu mühasirədə qayıtdı. Sonra Dağıstan hakimlərinin qüvvələri iştirak etmişdi. 1606-cı ildə Becək Kürd qalası alınır Çorsəddə Səfəvilər tərəfindən. Sonra Məğair yaxınlığında Qars hakiminin qüvvələri məğlub edilir. Sonra Mako, Bayazid, Qars qalaları hamısı döyüşsüz alınır. Qars qalasına komandan olan Osman Paşa qaçır. 1607-ci ildə Muş yaxınlığında Əmir Günə xan Çorsad hakimi Osmanlıları yenidən məğlub edir. Fikir versəz ki, nə qədər ancaq qələbədən qələbəyə uçurdu Səfəvi ordu Şah 1-ci Abbasın. Bu nə qədər böyük fərq var idi Şah Abbasın vaxtında, əvvəlki hökmdarın vaxtında, Səfəvilərin əvvəlki vaxtlarından müqayisədə. Nə qədər böyük fərq var idi. 1610-cu ildə Ərzurum yaxınlığında 10 minlik Osmanlı qoşunu Səfəvilər tərəfindən məğlub edilər. Səfəvi ordusunu Əmir Günə xan Qacar, Çorsad bəylərbəyi, Məhəmməd xan Ziyadoğlu Qacar, Qarabağ bəylərbəyi, bir də Əli xan bəy Cavanşir tüfəngçi rəhbəri idi, komandan verdi. Osmanlı ordusunu Həsən Paşa, Ərzurum bəylərbəyi, bir də türkcə bilməz Osman Paşa 1610-cu ildə Adısay yaxınlığında Təbrizin 2-3 mənzilində Əliqulu xan, İmamqulu xan Allahverdi xanın oğlu türkləri yenidən məğlub edir. Miyankök yaxınlığında Həsən xan, Mehdiqulu xan Miraxuri Çil Paşanın, hansı ki Tatar sərkərdəsi Osmanlı ordusunda məğlub edirlər. Çil Paşa özü öldürülür bu döyüşdə. Demək olur ki, belə 1603-1612-ci illərdə olan Səfəvi-Osmanlı müharibəsi başa çatır. Səfəvilərin qələbəsi ilə bütün Şərqi Gürcüstan, Azərbaycan Şah Abbas tərəfindən azad edilir. Bu müharibə nə ilə fərqlənir? Həm də ki 300 ildə Osmanlı
imperiyasını ilk dəfə məğlubiyyətə uğrayan Səfəvi dövləti olacaq, Şah 1-ci Abbas. Yəni buna kimi heç bir müharibədə Səfəvilər uduzmayıblar. Düzdür, bəziləri səhv başa düşə bilər. Yəni ki, bəziləri elə bilir ki, mən meydan döyüşünü deyirəm, amma müharibəni deyirəm. Yəni döyüşlərdə, meydan döyüşlərində çoxlu məğlubiyyətləri olub Avropada və yaxud Asiyada Osmanlı dövlətinin. Amma bu müharibədə ilk dəfə ki, bir müharibəni uduzlar, açıq-aşkar Səfəvi dövlətinə məğlub oldu. Osmanlı imperiyası müharibə beləcə bitdi. Müharibədə təkcə bir döyüşdə, Sufyan döyüşündə 20 mindən çox türk öldürüldü. Ümumiyyətlə həmişə Osmanlı ordusu hansı ki Səfəvi dövlətinə yürüşə çıxanda 100 minlik orduyla, 200 minlik ordusuna bunu 20 mini itirirlər. Bu həmişə belə olubdur. Hətta Sultan Səlim 2 yürüşündə 20 minə yaxın, hər yürüşündə 20 minə yaxın döyüş itirdi. Sultan Süleyman 4 dəfə yürüş elədi Azərbaycana. Düzdür, İraqa fəth eləsə də, az işğal eləsə də, hər 4 yürüşündə 20 minə yaxın əsgər itirdi. Və Şah Məhəmməd Xudavəndin dövründə də bir neçə böyük yürüşlər oldu. Hamısında 20 minə yaxın döyüşçü itirdi. Hər dəfə 100 minlik ordunu türklər yürüş eləyəndə 20 minə yaxın döyüşçü itirdi Səfəvi dövlətinə. Nə qədər böyük içki idi. Cəmi bu müharibə kimi hesablasaq 7 böyük yürüş olub, hamısı da 20 min döyüşçü. 140 mindən artıq döyüşçü itirdi Osmanlı. Müharibə beləcə bitir. Bir şey var ki, yəni Osmanlı tarix videolarında, Osmanlı videolarında çox deyilir. Çünki ki 200 ton Şah Abbas Osmanlı imperiyasına xərac veribdi, ipək, 200 ton ipək. Amma bunu çoxları səhv başa düşmürlər ki, nə üçün Şah 1-ci Abbas buna razılıq edirdi? Bilirsiniz, Şah Abbas, yəni Azərbaycandan alınan gəlirin bir qismini Osmanlı imperiyasına, Osmanlı dövlətinə verdi. 200 ton ipək xərac verməyib. Osmanlı Azərbaycandan alınan gəlirin bir hissəsidir. Çünki nəyə görə? Çünki çox gəlirdi, onun bir qismini verirdi. Müharibə bitsin deyə. Şah Abbas istəmirdi müharibə olsun. Şah Abbasın müharibəyə baxanda ən çox Osmanlılar tərəfindən işğal olmuş əraziləri ya geri qaytarırdı, ya da özbəklər tərəfindən. Yəni Səfəvi hökmdarının əvvəllər itirdikləri əraziləri sadəcə geri qaytarırdı. Bu da ki, cəmi 4 il 200 tona yaxın ipək verirdi Səfəvi dövləti, Şah Abbasın vaxtında Osmanlı dövləti 4 ilə yaxın. Müharibə beləcə bitir, Səfəvilər böyük qələbə çalır. Başqa bir videoda görüşənə gəlsiniz. Sağ olun. 1616-1618-ci illər Səfəvi-Osmanlı müharibəsi belə başlayır. 1616-cı ildə Kürdlər hücum eləyib Səlmas yaxınlığında olan Qarnıyarıq qalasını alırlar. Daha sonra həmin ildə Səlmas yaxınlığında Səfəvi 5 minlik Səfəvi qoşunu 6-7 minlik Kürd qoşununa qarşılaşır. Səfəvi qoşununa Pirbulaq xan Pornaq, Təbriz bəylərbəyi, Maqsud Sultan Kəngərli Ustadlı, Salman Sultan Subaşı Dümbeli, İbrahim bəy, bir də Məhəmməd Tağı bəy başçılıq edirdi. Kürd qoşuna Zeynal xan Mahmudi və başqa Kürd sancaq bəyləri. Bu döyüşdə amma 5 minlik Səfəvi qoşunu məğlub olur Kürd qoşununa. Amma əsas döyüşlər İrəvan yaxınlığında oldu. 1616-cı ildə Məhəmməd Paşanın, hansı ki Osmanlı dövlətinin baş vəziri idi, baş komandanlığı ilə 100 minlik Osmanlı ordusu İrəvan qalasını mühasirəyə alırlar. İrəvan ətrafında həmin ildə bir çox döyüşlər oldu. Həmin vaxtı 1-ci Şah Abbas Gürcüstandan səfərdən geri dönürdü. Amma Osmanlı ordusu ilə birbaşa açıq döyüşə girmək istəmədi. Çünki Səfəvi ordusu Gürcüstana yürüşdən geri qayıdırdı. Yəni bunu uyğun bilmədi. Şah 1-ci Abbas Göyçə mahalında ordugah qurdu və oradan deməli Osmanlı ordusuna zərbələr endirib onu geri çəkilməyə məcbur etmək istədi. Demək olar ki, Səfəvi qoşunu qısa bir müddətdə Osmanlı ordusunun bütün yollarını Ərzurum və Van istiqamətinə bağladı. Onlara Osmanlı ordusu hər tərəfli ziyan çəkdi. 1600 həmin ildə bir çox döyüş oldu İrəvan ətrafında. Məsələn, İmamqulu xan Fars hakimi İrəvanda Keyri yaxınlığında
Osmanlı qoşunu məğlub elədi. Bu döyüşdə 1500-ə yaxın ölü və əsir içki verdi Osmanlı qoşunu. Sonra həmin ildə Körpü çayı yaxınlığında bir döyüş oldu. 60-70 alaydan ibarət olan 40 minlik Osmanlı ordusu İmamqulu xan, Kəlbəli xan Şamlının əmirləri, Həsən xan, Gəncəli xan, bir də Bəyveyli bəy İmamqulu xanın vəkilini başçılıq edərək Səfəvi ordusunu geri çəkilməyə məcbur elədi. Demək olar ki, İrəvan ətrafında yeganə uğursuzluğu məhz bu döyüş idi Səfəvi qoşunlarının. Sonradan ancaq görür ki, Səfəvi qoşunu Osmanlıları məğlub elədi. Məsələn, bu döyüşlərdən birində Xələf bəy süfrəçi başı, bir də Cahangir xan Bəxtiyarı, Lur əmiri idi. Bir də Xələf bəy başçılıq eləyib Səfəvi qoşunu Kənəgir, Çuxursəddə Kənəgir yaxınlığında Osmanlı qoşunu məğlub elədi. Həmin ildə Naxçıvan yaxınlığında Maqsud Sultan Kəngərli ustaclı Kürdlərdən və türklərdən ibarət Osmanlı qoşunu yenə məğlub elədi. Sonra Maqsud Sultan Kəngərli ustaclı yenə Naxçıvanda Hafiz Paşanın qoşunlarını məğlubiyyətə uğratdı. Bir sonraki döyüş Teymur bəy Evoğun komandanlığı altında olan Səfəvi qoşunları Çuxursəddə Kürdlərdən və türklərdən ibarət olan Osmanlı sərkərdəsi Dilavər Paşanın qoşunu məğlub elədi. Sonra Dəli Məhəmməd Şəmsəddinli Zülqədər bir neçə döyüşdə Osmanlı qoşunlarına məğlubiyyətə uğratdı. Hətta Osmanlı sultanı göndərdiyi məktubu belə ələ keçirdi. Dəli Məhəmməd Şəmsəddinli Zülqədər. Yəni Şəmsəddinli Zülqədər tayfatının Şəmsəddin boyu o indiki Şəmkir rayonunda məskunlaşmışdılar. Hətta elə olur ki, Gürcüstanın yarısına onlar hakim eləyirdi, Səfəvilər tərəfdən idarə eləyib. Uzun döyüşlərdən sonra ancaq Osmanlı ordusu uğursuzluğa düçar oldu. Həmin dövrdə yaşamış o Səfəvi tarixçisi İskəndər bəy Münşi Türkmanın dediyinə görə bu yürüşdə 100 minlik ordusundan Osmanlılar 40 minlik itiriblər. Demək olar ki, əgər Sufyan döyüşündə 1605-ci ildə olan Sufyan döyüşündə 100 ildə ən böyük bir döyüşdə Osmanlı itkisi Sufyan döyüşündəki 20 itki olsa, bu döyüş ən böyük, ən qanlı qala döyüşüdür. Hansı ki, buna kimi bir döyüşdə, yəni bu qədər 40 minə yaxın döyüşdə itirməmişdi Osmanlı türkləri. Ən böyük qanlı qala döyüşü idi bu son 100 ildə Osmanlılarla Səfəvilər arasında. Bu döyüşdə ancaq Səfəvələrin qələbəsindən başa çatdı. Osmanlı ordusu geri çəkildi. Bir sonraki ildə 1617-ci ildə Qərçiqay xan başçılıq elədiyi Səfəvi qoşunu Ərzurumda Osmanlıları məğlubiyyətə uğratdı. Sonra Hüseyn xan Luristan hakimi, bir də Qasım Sultan İmanlı Əfşarın başçılıq elədiyi Səfəvi ordusu Əli Şəkər yaxınlığında Xəlil Paşa, bir də Ömər bəy, bir də Qayım Paşanın başçılığı ilə Osmanlı ordusunu məğlubiyyətə uğratdı. Bu döyüşdə Ömər bəy əsir alındı, Seyran hakimi idi. Qayis Paşa da öldürüldü bu döyüşdə. Göründüyü kimi Səfəvilər ilk döyüşdə uğursuzluğa düçar olsalar da, amma sonra da ancaq qələbə çaldılar. Amma ən böyük döyüş bu müharibədə 1616-1618-ci il müharibəsində, ən böyük döyüş 1618-ci ildə Ərdəbil yaxınlığında olan Sınıq körpü yaxınlığında baş verdi. Sınıq körpü döyüşündə o Səfəvi ordusunun sayı 30 min, amma Osmanlı ordusunun sayı 40-60 min arası olub. Bu döyüşdə o Səfəvi komandanı Sərdar Qərçiqay xan idi. Hansı ki, 1618-ci ildə Azərbaycan bəylərbəyi, sonra 1619-cu ildə Məşhəd hakimi olub. Sonra ondan başqa böyük əmirlər iştirak edir bu döyüşdə. Zeynal bəy Biqdeli, İmanqulu xan, sonra Şahgəldi Evoğlu, sonra Zeynal bəy, Şahin Gəray, Tatar sərkərdəsidir Səfəvi ordusunda, Məhəmməd Tağı bəy Təbrizi. Bu döyüşdə Osmanlılar böyük məğlubiyyətə uğradılar. İkinci böyük meydan döyüşüdür. Şah 1-ci Abbasın hakimiyyəti dövründə Osmanlılarla 15 minə yaxın türklər döyüş seçirlər bu döyüşdə. Bu döyüşdə Osmanlı komandanı Xəlil Paşa da, Ərzurum bəylərbəyi, bir də Sərdar, bir də vəzir idi. Bu döyüşdə bir çox Osmanlı əmirlər paşaları öldürdü və əsir düşdü. Məsələn, Məhəmməd Paşa Van bəylərbəyi əsir alındı. Canı bəy Tatar xanı, sonra Mirzə bəy ağa Tatar xanı və Tatar xanının vəkili, bir də 80 nəfər Tatar Mirzə və Əmirzadəsi əsir alındı bu döyüşdə, hansı ki, bu çox böyük rəqəm idi. 1618-ci ildə 2 il davam edən bu müharibə beləcə Səfəvi dövlətinin qələbəsi ilə bitdi. Salam əziz dostlar, əziz tarix sevərlər.
1623-1639 Səfəvi Osmanlı müharibəsi belə başladı. Bu müharibə Səfəvilərlə Osmanlı arasında 5-ci müharibə idi. Bağdadda Bəkir Subaşının başçılığı ilə bəziləri qiyam edirlər. Bağdadda hakimiyyəti ələ alır Bəkir Subaşı. Amma ona qarşı 30 minlik Osmanlı ordusu göndərilir. Döyüşdə Bəkir Subaşının 5 minlik qoşunu məğlub olur. 1500 döyüşçü itirir Bəkir Subaşı. Səfəviləri köməyə çağırır Bəkir Subaşı. Amma Osmanlı komandanlığı Bağdadı mühasirə almayıb geri çəkilir. Bəkir Subaşı deyirlər ki, yəni bizə qızılbaşlar içəri buraxma, yəni səni Bağdad hakimi kimi tanıyırıq. Ona qarşı da 7000 nəfərlik köməkçi qoşun göndərilir Səfəqulu xan Həmədan hakim başçılığı ilə. Amma Bağdad hakimi Səfəvilərə tabe olmaqdan imtina edir. Amma Səfəvi qoşunu da 7000 Səfəvi ordusu artıq Bağdada yaxınlaşır. Yəni Bəkir Subaşı fikrini dəyişir. Artıq Osmanlıya tabe olur. Yəni ona lazım olan Bağdad hakimliyi, Bağdadı idarə etməkdir. Yəni çox qədər çoxlu insan, 100 mindən artıq Səfəvi istəyir ki, insan köçüb başqa ərazilərə köçsə onun talançılığına, kərvanları belə talayırlar. İnsanlar çox sıxıntı yaradırlar insanlarda. 7000 Səfəvi qoşunu yaxınlaşır Bağdadı mühasirə almağa. Bir neçə döyüş olur Bəkir Subaşının qiyamçı dəstəsi ilə Səfəvilər arasında. Dərcə çayını Səfəvi qoşunu tam keçməmiş, 70 nəfər keçmiş döyüşçü 1000 nəfərlik Bəkir Subaşının dəstəsinə yaxınlaşır. Burada bu məşhur bir döyüş olur. 60-70 nəfəri Səfəvi dəstəsi 1000 nəfəri qiyamçıları məğlub edir. 3 nəfər qiyamçılar döyüş setirlər bu döyüşdə. Dərcə çayı Kazimeyn yaxınlığında, Dərcə çayı yaxınlığında olub bu döyüş. Bu döyüşdə Səfəvilərə Səfi xan, Səfiqulu xan, bir də Hüseyn xan Luristan hakim başçılıq edirdi. Amma qiyamçı dəstəyə Həmzə ağa, əmi, sonra Ömər Kəndxuda vəkil, bir də ki Həsir ağa və yaxud Hərir ağa başçılıq edirdi. Hər üçü bu döyüşdə əsir düşürlər. Sonra 1623-cü ildə Bağdad səhrasını bir döyüşdə də qiyamçıları məğlub eləyir. Nəhayət 7000 Səfəvi ordusu Bağdadı mühasirəyə alır. İsa xan Qorçubaşı, Zeynal bəy Tuşmalbaşı, Səfi xan, Səfiqulu xan, bir də Hüseyn xan Səfəvi ordusundan başçılıq edirdi. Qalanı qoruyanlar Bəkir Subaşı idi, bir də Dərviş Məhəmməd bəy idi. Bəkir Subaşının oğlu bir də ki Əbdülrahman Çələbi idi. 25 iyun 1623-cü ildə Bağdad alınır. Əsas döyüşdə Osmanlı dövlətindən bundan sonra başlayır. Ən birinci Kor Həsən Paşa Mosul hakimi Bağdada köməyə gəlir qiyamçılara. Artıq qiyamçı demək olmaz, Osmanlıya tabe olmuşdu. Zaman ben Nazir onu Bağdad yaxınlığında, Bağdad Mosul yolunun üstündə məğlub eləyir. Bundan sonra Xan Əhməd xan Ərdalan Kərküyə qalasını döyüşsüz alır. Sonra Qərçiqay xan Qasım Sultan İmanlı Əfşarın başçılığı ilə Səfəvi qoşunu Mosul qalasını alır. Ardısız İraq şəhərləri bir-bir Səfəvilərin əlinə keçir. Sonra 1620-cində Qərçiqay xan Diyarbəkirə basqını talan edir Diyarbəkiri Səfəvilər 1515-ci illərdə itirmişdir. Şah 1-ci İsmayılın hakimiyyət dövründə. 1623-cü ildə Əmir Günə xan Qacar Çıxosət Bəylərbəyi Axaska qalasını alır. Sonra həmən ildə Mosul yaxınında bir döyüş olur. Qasım xan İmanlı Əfşarın başçılıq edir Səfəvi 700-800 nəfərlik Səfəvi dəstəsi 3000 nəfərlik Osmanlı qoşunu məğlubiyyətə uğradı. 1000-ə yaxın itki verir Osmanlılar. Bu döyüşdə 3000 nəfər Osmanlı qoşununun 700-ü tüfəngçi idi. Türklərdən, Kürdlərdən, bir də ərəblərdən ibarət idi Osmanlı qoşunu. Osmanlı qoşunu Hafiz Paşa, Sərdar Həsən Paşa, bir də Kor Hüseyn Paşanın qardaşı rəhbərlik edirdi. Sonra Türklər amma Mosul qalasını ələ keçsə, nəyə görə? Vəba xəstəliyi üzündən
Qasım bəy İmanlı Əfşar qalanı tərk eləmişdi. Sonra amma həmin ildə Mosulun yaxınlığında Zeynal bəy Tuşmalıbaşı Şamlı, Mirfətdə İsfahan tüfəngçiləri minbaşısı, bir də Həsən xan Nurustan hakimi 2000 qoşundan Həsən Paşa Çərkəzin başçılıq elədiyi 3-4 minlik Osmanlı qoşunu məğlub edirlər. Bu döyüşdə 600-700 nəfər Osmanlılar döyüş itirirlər. Osmanlı qoşunu türklərdən, ərəblərdən, yenə də kürdlərdən ibarət idi. 1625-ci ildə Mürtəza Paşa Osmanlı əmri Səlim xan Şəmsəddinin komandanlıq etdi, hakimlik etdi Axsı qalasını döyüşsüz aldılar. Səlim xan Şəmsəddinli tərk edir qalanı. Sonra 1625-ci ildə həmən ildə daha iki qələbəsi var Səfəvilərin Osmanlılar üzərində. Şərurda Əmügünə xan Qacanın övladları Kürdləri məğlub edirlər Şərurda. Sonra həmin ildə Səlmas yaxınlığında Qasım bəy Seyran və ya Beradus Kürdüydü. Salman xan Subaşı sonra Səlmas hakimidir. Ağa Sultan Mir Müqəddəm Arağı hakimi başçılığı Səfəvi qoşunu Seyran və Beradus Kürdlərini məğlub edirlər. Səlmasda olub bu döyüş. Nəhayət Osmanlılar böyük yürüşə çıxardılar, hücuma keçirirlər 1624-cü ildə. Murad bir İraqdakı Səfəvilərin fəth elədiyi qalaları geri alırlar. Murad başı Diyarbəkir Bəylərbəyi Kərbəla qalasını alır. Sonra Murad bəy yenə o Hillə qalasını alır. Hacı bəy Osmanlı əmiri Ləkzəhab qalasını alır. Bir də Mustafa Paşa Cəstani Məndəl qalasını alır. Bağdad yaxınlığında Hafiz əsas hücum Bağdada olur. Hafiz Əhməd Paşanın başçılıq elədiyi Səfəvi vəzir və sərdar 100 minlik Osmanlı ordusu Bağdadı mühasirəyə alır. Bağdadda 8 minlik Səfəvi qarnizonu var idi. Bu qarnizonda Səfiqulu xan və Mirfətdə minbaşı başçılıq edirdi. Bağdad uğruna döyüşlər 2 ilə yaxın davam edir. Sonra Bağdad ətrafında bir çox döyüşlər olur. Bağdad sonra əvvəlcə 1624-cü Bağdad yaxınında Osmanlılar məğlub edirlər. Sonra amma bir sonra 1624-cü ildə Məndəli qalasını Həsən xan Ruslan hakim ustası təslim olmağa məcbur edir. Məndəli qalasını Mustafa Paşa Cəstani, bir də Məhəmməd ağa, bir də Məhəmməd ağa komandanlıq edirdi. Məndəli qalasındakı qarnizonu ikisi də aman istəyirlər. Sonra həmin ildə Lək və Zəhab qalası Yusuf Sultan Kəsər hakim tərəfindən alınır. Hacı bəy qala komandatı aman edir. Sonra Nəcəfi Əşrəf qalası təzədən alınır. Bəhri sahə yaxınlığında bir böyük döyüş olur. Xələf bəy çərçisinin başçılığı Səfəvi 4 minlik Səfəvi qoşunu Murad Paşanın başçılığı 15 minlik Osmanlı ordusuna məğlubiyyətə uğradılar. Bağdad yaxınında Bəhri sahə yaxınlığında 500-ə yaxın Osmanlılar üstü verirlər bu döyüşdə. İmamqulu bəy Fars Bəylərbəy İmamqulu xanın eşik ağası Hillə yaxınlığında Arslan Paşa bir də Arslan Paşa Əlvəndoğlunun hansı Hillə hakimidir qoşunu məğlubiyyətə uğradılar. Bu döyüşdə 1000-ə yaxın türklər döyüş itirirlər. Sonra 1625-ci ildə Hillə alınır, sonra Kərbəla alınır yenə təzədən. Sonra Bağdad yaxınlığında Xələf bəyin başçılıq elədiyi Səfəvilər Yeniçəri məğlub edib Bağdada azıqa çatdırırlar. Sonra Diyalət sayı üzərində 1625-ci ildə Zeynal bəy, Xələf bəy, Mühübəli bəy, Şahsevən Bağdad yaxınlığında yenə türklərin məğlubiyyətə uğradılar. Şah 1-ci Abbas 40 minlik ordu ilə Bağdad üzərinə yürüşə çıxır, amma özü tam Bağdada yaxınlaşmır. İraqda ordugah qursa da 40 minlik orduya Zeynal xan sərdar təyin olunur. Cəmi bu Şah Abbasın 20-ci yürüş oldu. Hakimiyyət dövründə 21 yürüş oldu Şah 1-ci Abbasın. Amma yenə Osmanlılarla İrəvan yaxındakı kimi Bağdad yaxınlığında əsas döyüşə girmirlər. Əsasən 100 minlik Osmanlı ordusunun Səfəvilər narahat edir ki, Osmanlılar geri çəkilsin. Sonra bir çox döyüşlər olur Bağdad yaxınlığında. Mürtəza sonra Axıska qalası Zeynal bəy Nazir tərəfindən alınır. Mürtəza Paşa təslim edir qalanı. Sonra Axıska qalası sonra bir döyüşdə
Sonra yenə də Şəmsi xan Qazaqlar, Axısqan hakimi türkləri məğlub edir. Bir sözlə 2 ilə yaxın davam edən Bağdad uğruna döyüşlərdə Səfəvilər qalib gəlirlər. Osmanlı ordusu geri çəkilir. Osmanlı o dövrdə yaşayan Səfəvi tarixçisi İskəndər bəy Münşi Türkmanın dediyinə görə 2 il ərzində Osmanlılar düz 50 minə yaxın döyüşçü itiriblər. Bu hardan da bu mənbələr? Deməli, həmin dövrdə Osmanlılar tərəfindən göndərilən məktub ələ keçirilib. Bu məktub türk dilində İskəndər bəy Münşi Türkmanın dünyanı bəzəyən Şah Abbasın tarixi kitabında türk dilində olduğu kimi yazılır. Orada türk bir bəyi və yaxud əmiri öz dostuna göndərdiyi məktubda deyir ki, 2 il ərzində biz 50 dəfə qalaya hücum elədik Bağdada. Hər dəfəsində 1000-ə yaxın döyüşçü itirdi. Cəmi 50 min işçi verdi. Hansı ki, bu ən böyük qala döyüşüdür. 235 il ərzində demək olar ki, Səfəvilərlə nəinki ən böyük qala döyüşü, ən qanlı döyüş olub. İstər meydan döyüşü olsun, istər qala döyüşü. Düz Nadir xanın Sursətdə Osmanlıları məğlubiyyət edib 50 min içki verdiyinə kimi, həmin ilə kimi ən böyük qanlı döyüşmə bu döyüşdür. Bir sonra Osmanlılar geri çəkirlər. Bizə Bəsrəni demək olar ki, Səfəvilər ala bilmirlər. Nəyə görə? 1628-ci ildə İmamqulu xan Fars Bəylərbəyi bir də Luristan hakimindən Bəsrəni mühasirəsinə geri çəkilir. Çünki həmin ildə Şah 1-ci Abbas vəfat edir. Bu da ki, İraq uğrunda döyüşlərin 1-ci mərhələsi belə bitir. Səfəvələrin tam qələbəsi ilə. Göründüyü kimi Şah 1-ci Abbasın dövründə ancaq demək olar ki, 90% Səfəvilər Osmanlı qarşısında ancaq qələbə çalıblar. Çünki Səfəvi ordusu, Səfəvi dövləti həddən artıq çox gözləyir Şah 1-ci Abbasın hakimiyyət dövründə. Dinlədiyiniz üçün sağ olun. Bir sonraki videoda müharibənin qalan hissəsini danışacağam. Allah hər bir işinizdə kömək etsin, kömək olsun sizə.